Övladınız sizinlə danışanda yavaş səs tonuyla danışır. Nə qədər deyirsiniz ki, bəkdən danış, kimdən utanırsan, biraz özgüvənin olsun. Adam içində danışmaq istəmir, başqalarının yanında tərlədiyini, həyəcanlandığını hiss eləyirsinizsə, o uşaqda sosial fobiya ola bilər. Sən bilməzsən, sən dayan, sən sus. Sən uşaqsan, sən qarışma, sənin fikrini soruşan olmadı. Bu tərz cümlələrimiz bəzən onları elə utandıra bilər. Bu uşaq özü özlüyündə qərara gəlir ki, vacib və lazım olmadığı təqdirdə heç yerdə fikrimi bildirməməliyəm. Vaxt gələr biz uşaqlarımızdan istəyərik ki, niyə fikrini bildirmirsən? Sən də böyümüsən artıq, özgüvənli ol, başını dik tut, səsini yüksəlt, biraz danışanda qarşı tərəfin gözünə bax. Bu nədir? Niyə bu qədər utancaqsan sən? Amma unuduruq ki, bəzi davranışlarımız, vaxtilə etdiyimiz səhvlər artıq indi uşağı bu vəziyyətə gətirib. Onun da çarəsi bu qədər baskı etmək, ona irad bildirmək, onu daha da çox utandırmaq deyil. Bəli, bəzən uşaq olduğu üçün hardasa səhvlər edə bilər, yersiz hansısa bir cümlədən istifadə edə bilər, nitqində qüsur olduğu üçün yaxşı, tam şəkildə danışmaya bilər, hansısa bir davranışı diqqətsizliyinə görə yanlış ola bilər, haralardasa sizi hətta utandıra bilər, amma sizin orada verəcəyiniz reaksiya uşağınızın gələcəyini təyin edir.